Dövlət Sərhəd Xidmətinin rəsmi saytına, Dövlət Sərhəd Xidmətinin rəsmi saytına girəndə görürsünüz ki, bu hərbi qurumun saytında hərbi xəbərlər əvəzinə, sərhədlə bağlı məlumatlar əvəzinə, hərbi təlimatlar və yaxud narkotik qaçaqmalçılığının qarşısına alınması kimi xəbərlər olması əvəzinə belə xəbərlər yayılmalıdır, yayımlanmır. Bunların əvəzinə at şovları yayımlanır. İndi göstərəcəm sizə. Ala. Nə yazıb? DSX, Dövlət Sərhəd Xidmətinin saytıdır. Gəlin dalına baxaq. İlham Əliyev nə bilir, xidmət nədir, dövlət nədir? Ala baxaq. Cüyürü paylaşırlar, cüyürü yoxlayırlar. Baxın. Aya bunların ağzına, bunlar nə bilir, xidmət nədir, dövlət nədir? İlham Əliyevin başını alladır da, Mehribanın başını alladır da cüyürünü. Buna bax, buna bax. Dövlət Sərhəd Xidmətində belə şey paylaşarlar. Aya, Fəxriyə Aybaşı olanda səni yalatdırsın, Ay Elçin Quliyev. Aybaşı qutaranda da İlhamı şeyləsin, yalatdırsın. Bu nədir, bu nədir, bu nədir, bu nədir, bu nədir? Bu nədir? Dövlət Sərhəd Xidmətinin rəsmi saytına baxın, buna baxın, buna baxın, sayta baxın, sayt gör nə paylaşır, Allah başını, nə paylaşsın? Siz də deyirsiniz xəbər paylaşsın. Bir ayda 4 nəfər, 5 nəfər əksəriyyəti həyatına qəsd elədi. Nə xəbər var? Sərhəd Xidmətində ancaq hər gün ölüm xəbəri eşidirik. Generallar dövlətin güc strukturunun saytını heyvan xəbərləri ilə doldurur. Halbuki Atçılıq Federasiyası var. Atçılıq Federasiyasında bunlar yayımlanmalıydı. Yəni Taşşaq Qırxan Əlirza, İlhamın babası, 1-ci Dünya Müharibəsindən dezert olub. Heydər Əliyev 2-ci Dünya Müharibəsindən dezert olub. Yaşını 2 yaş qabağa çəkdi, alınmadı, müharibə uzandı. Neynədi sırası? Sümük vərəmi yazdırdı. Özü İlham Əliyev 1-ci Qarabağ Savaşının dezertisidir. Oğlu 2-ci Qarabağ Savaşının dezertisidir. Dezertin əsli dezertidir da.